Bəli. 5311. Mənə bir dənə səbəb deyin ki, hansı səbəbə görə mənim hesabım dondurulub? Səbəbi odur ki, əməliyyatlarınızın həcmi gəlirinizə uyğun deyil. Mənim gəlirimi siz hardan, bir dəqiqə özür istəyirəm. Mənim gəlirimi siz hardan müəyyənləşdirirsiniz? Bunu artıq müvafiq şöbə araşdırıb. Başa düşürəm, xanım, siz mənim hesabıma, siz vergi orqanı deyilsiniz. Mənim hesabıma məhdudiyyət qoyursunuz. Başa düşürəm, sizin tətbiqdədir bu olmağına. Amma mən də sizə izah edirəm ki, mən leasing maşınlar götürmüşəm. Bizim işimiz taksi işidir. Siz mənim hesabımı dondurduğunuza görə mən ödənişləri eləyə bilmirəm, cərmələnirəm. Başa düşürsünüz? Mən sizə görə niyə cərmələnməliyəm? Səhvim mənim nə olub? M10-dan istifadə eləmək olub mənim səhvim. Siz sənədlərin hamısını göndərmişsiniz WhatsApp-la. Göndər.